29 noyabr 2025-ci il tarixində Ədalət Partiyasının qərargahında gənc istedadların şeir, rəsm və musiqi nümunələrindən ibarət yaradıcılıq tədbiri keçirildi. Tədbirdə istedadlı gənclərin valideynləri, ziyalılar və media nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə gənc rəssam İlahə Əliyevanın vətənpərvərlik və təbiət mövzularında işlənmiş əsərləri ilə tanış oldular. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə rəsmi şəkildə açıq elan edildi. Açılış nitqi ilə çıxış edən Ədalət Partiyasının sədri Mütəllim Rəhimli gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün onların inkişafına dəstək verilməsinin vacibliyini vurğuladı. Bugün çox orijinal bir tədbiri keçirmək üçün yığışmışıq və Azərbaycanda uzun illər siyasi partiyaların fəaliyyətində cəmiyyətlə bir anlaşılmazlıq vardı. Ola bilər ki, bu bilərəkdən yaradılmışdı, yaxud da bilməyərəkdən formalaşdırılmışdı. Amma məsələ bundadır ki, bəzən cəmiyyət hesab edirdi ki, siyasi partiyalar cəmiyyətin maraqlarını ifadə eləmir, insanların istəklərinə zidd olaraq hərəkətlər etməkdədir. Amma Ədalət Partiyası olaraq biz sübut etməyə çalışırıq və yəqin ki, bunu edə biləcəyik ki, siyasi partiyanın məqsədi cəmiyyətin həyatına töhfə verməkdir. Cəmiyyətin inkişafı üçün nə mümkünsə onu etməyə çalışırıq və bundan sonra da buna cəhd göstərəcəyik. Bizim Azərbaycan dövlətinin, cəmiyyətinin maraqlarına zidd olan heç bir fəaliyyətimiz ola bilməz. Siyasi partiyaların zaten fəaliyyəti də bundan ibarətdir. Biz Azərbaycanı daha yaxşı görmək istəyirik. Biz Azərbaycanda hər kəsə ədalətli münasibətin olmasını istəyirik. Elə ədalət də haqlıya haqqını vermək, haqsıza həddini göstərməkdir. Hər kəs əgər öz istedadına, qabiliyyətinə, gördüyü işə görə əvəzini alarsa, bu cəmiyyətimizin inkişafı deməkdir. Və biz də bugün bu körpə balaları bura dəvət etməklə hesab edirik ki, onların istedadını bir daha cəmiyyətə təqdim etməyə kömək eləyək. Sizin barənizdə Füzuli müəllim, Vəfa xanım danışıb bizə. İstedadınız, hər birinizin istedadı hörmət doğurur. Amma bu istedad təbii ki, bir binanın içərisində, bir məhəllədə qalmamalıdır. Bütün ölkə bundan xəbər tutmalıdır. Yəni bilməlidir. Biz istedadlarımızı gizlətməli deyilik. Əksinə
onu bütün dünyaya yaymalıyıq. Və həyat da göstərib ki, Azərbaycanlıların istedadları digər millətlərlə müqayisədə kifayət qədər zəngindir. Və bizim də ən böyük millət kimi, dövlət kimi zənginliyimiz faydalı qazıntılarımızda deyil, insanlarımızdadır. Əgər insanlar nə qədər istedadlıdırlarsa, bu bizim sərvətimizdir. Ən böyük sərvətimiz məhz insanlardır. Ona görə biz bu insanlar, bu uşaqlar üzərində işimizi qurmalıyıq və onlara dəstək verməliyik, dəstək göstərməliyik ki, onlar inkişaf edə bilsinlər. Bu bizim başlıca hədəfimizdir. Mən bugünkü tədbirin təşkilatçıları olan Füzuli müəllimə təşəkkür edirəm. Bizim çox hörmətli Vəfa xanıma təşəkkür edirəm. Yəni bu insanlar əvəzsiz olaraq bu uşaqların istedadının aşkarlanması, bir rəqabət, sağlam rəqabət mühiti yaradılaraq cəmiyyətə təqdim olunmasına çalışırlar. Bu özlüyündə çox yaxşıdır. Biz də bundan sonra bu balalarımızın Azərbaycan cəmiyyətinə tanınması üçün, həyatda öz layiqli yerlərini tutması üçün nə qədər dəstək lazımdırsa bunu verməyə hazırıq. Təbii ki, qeyd elədiyim kimi ilk dəstəyimiz bundan ibarət olacaq ki, bu istedadlı uşaqların səs sorağı bütün ölkəyə yayılacaq. Biz bunu yaymağa çalışacağıq və bundan sonra təbii ki, bu kollektiv, bu komanda özü hər kəsin diqqət mərkəzində olacaq. Və əgər uşaqlar da görsələr ki, onlara cəmiyyətin ayrı-ayrı sferalarında bir diqqət var, bir qayğı var, onu görmək istəyirlər. Təbii ki, onlar da öz yaradıcılıqlarını zənginləşdirəcəklər və hesab edirəm ki, valideynlər də və biz də onlara hər zaman dəstək olacağıq. Mən təbii ki, siyasi partiyanın fəaliyyəti ilə bağlı sizə çox geniş məlumat vermək istəyərdim, amma zamanımız azdır. Ədalət Partiyası, bir kəlmə deyim ki, bizim nəinki Respublikada, hətta SSR məkanında tanınmış hüquqşünas, alim, keçmiş Azərbaycan SSR-nin prokuroru olmuş, Ədliyyə Naziri, Milli Məclisin deputatı olmuş İlyas İsmayılovun yaratdığı bir partiyadır və ondan bizə bir miras qalıb və onun da qoyduğu ideyaları, dəyərləri davam etdirir və davam etdirəcəyik. Və eyni zamanda inşallah cəmiyyətimizin ayrı-ayrı sferalarında hansı qayğılar, problemlər varsa onu da dialoq şəklində sülh və maarifpərvər olaraq cəmiyyətimiz, hökumətimizi qarşısında qaldıracağıq ki, bu problemlər həll olsun. Tədbirimizin aparıcılığını həyata keçirmək üçün mən sözü hörmətli Vəfa xanıma verirəm. Uğurlar arzulayıram. Sağ olun. Uşaqlara ən böyük hədiyyə onlara çoxlu əşyalar almaq deyil, çoxlu imkan yaratmaqdır. İmkan sual vermək, yaratmaq, cəhd etmək, yenidən cəhd göstərməkdir. Gələcəyin liderini formalaşdıran bilik deyil, biliklə birlikdə gedən maraq, cəsarət və iradədir. Bizim istedadlı balalarımızın öz istedadlarını, cəsarətlərini göstərmək üçün imkan yaratdığına görə Ədalət Partiyasının sədri Mütəllim müəllimə çox böyük dərin təşəkkürümüzü bildiririk. Öz adımdan, uşaqların adından və uşaqlarımızın valideynləri adından təşəkkürümüzü bildiririk ki, bu cür şərait imkan yaratmışsınız. Birinci ilk çıxışımız milli ruhda olan bir mahnının ifasıdır. Babayeva Şəhla 36 nömrəli musiqi məktəbinin şagirdləri Babayeva Şəhla Əzizov İdris. Azərbaycan sən mənim ülbüyyətim şəkərətim. Azərbaycan sən mənim ülbüyyətim şəkərətim. Adım mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Adın mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Azərbaycan, Azərbaycan, yaşa, yaşa Azərbaycan. Nəfəsimiz babəylərin, sabirlərin od nəfəsi. Nəfəsimiz babəylərin, sabirlərin o nəfəsi. Qanımızda yaşar bizim babaların ayaq səsi.
Mahnımızda yaşar bizim babaların ayak sesi. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan. Biz tarixə sığınmadıq, dünən vardıq bu gün varıq. Biz tarixə sığınmadıq, dünən vardıq, bugün varıq. Biz dostluğa güvənərək, gələcəyə addımlarıq. Biz dostluğa güvənərək, gələcəyə addımlarıq. Azərbaycan, Azərbaycan, yaşa yaşa Azərbaycan. Azərbaycan, Azərbaycan, yaşa yaşa Azərbaycan. Çıxış edir 282 nömrəli məktəbin şagirdi Kəzimova Nərgiz Şuşanın dağları rəqsi ilə. Şuşanın dağları, başın dumanlı, kırmızı kaftalı, yaşın dumanlı. Derdinden ölmek çoktur dumanlı, derdinden ölmek çoktur dumanlı. Ay kız bu ne aşkım, bu ne tenim, ömerim derdinden onu bil. Danışmasan var gün, ay kız bu ne aşkım, bu ne tenim, ömerim derdinden onu bil. Danışmasan var gün. Şuşada yaşanır yanan kızlar, onlardan güzeldir gelirler kızlar. Yol üstte dayan yanır gözler, yol üstte dayan. Ay kız bu ne aşk, bu ne film, öyle derdine onu bil. Danışmasan var gün. Ay kız bu ne aşk, bu ne film, öyle derdine onu bil. Danışmasan var gün. Ay kız bu ne aşk, bu ne film, ömerim derdine onu bil. Danışmasan var gün. Ay kız bu ne aşk, bu ne film, ömerim derdine onu bil. Danışmasan var gün. Aman Çox sağ olun. Bizim deməli yəqin ki hamımızın məlumatı olar, avtizmli uşaqlarla bağlı xüsusi qayğıya ehtiyacı olan uşaqlarımız da var. Arzu xanım Atakişeva Azərbaycan Avtizm Assosiasiyasının üzvüdür. İndi onun övladının bir mətn hazırlayıbdır. Bizim xüsusi uşaqlarımızla bağlı, onların da qayğıya ehtiyacları var. Yəni onunla bir mətn hazırlayıbdır. Buyur. Mehtabat 4 nömrəli orta məktəbin şagirdi
Atakişiyeva Zəhra. Salam əziz qonaqlar. Bu gün biz burada yalnız bir tədbir üçün toplanmamışıq. Biz buradayıq ki, xüsusi qayraya ehtiyacı olan uşaqların cəmiyyətin dəyərli bir parçası olduğunu bir daha xatırlayaq və xatırladaq. O uşaqlar bəzən danışmaz, bəzən də fərqli davranar. Amma hər biri böyük bir sevgiyə, anlayışa və diqqətə ehtiyac duyar. Onları fərqli görmək, sadəcə fərqli davranmağı öyrənək. Unutma ki, hər birimiz fərqli rənglərdə olsaq da eyni göy qurşağını paylaşırıq. Onlara verdiyimiz kiçik bir gülümsəmə, kiçik bir baxış, sevgi dolu bir söz böyük bir dünyanın qapısını aça bilər. Gəlin birlikdə daha anlayışlı, dəstəkləyici və sevgi dolu bir cəmiyyət üçün addım ataq. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ ol. Çox sağ ol. Çıxış üçün sözü verək. 36 nömrəli musiqi məktəbinin şagirdi, həm də 282 nömrəli orta məktəbinin şagirdi. Xədicə balamıza, Quliyeva Xədicə skripkada ifa eləyəcək. Alqışlayaq. Sözü verək bizim vətənpərvər balalarımız. Onlar şeirlər deyəcəklər. Tağıyeva Nərmin, Əskərli Damla, Ayşad, Kim danışır canım? Cəfərli Fidan Ankara liseyinin şagirdi. Qeyd edim ki, Nərmin, Ayşad 282 saylı orta məktəbin şagirdləridir. Damla isə 275 nömrəli məktəbin şagirdi, 46 nömrəli məktəbin şagirdi. Həsən Zeynalzadə. Dil açanda ilk dəfə ana söyləyirik biz. Ana dili adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız laylanı, anamız öz südü ilə içirir ruhumuza bu dildə gülə-gülə. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməzdir axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağına, torpağıma qarışmışam. Sarılaraq bayrağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm. Külək olub qarışmışam vətənimin havasına. Mən şəhidəm, ölməmişəm. Şeirlərdə, rəsmlərdə, əsərlərdə yaşayıram. Xalqımın qəhrəmanıyam. Heç zaman unudulmuram.
könüllərdə yaşayıram. Çox sağ olun. Yer üstündə gəzsən bütün qitəni, göz oxşayar yeri göyü çəməni, canı dildən sevəcək vətəni, çünki vətən müqəddəsdir, əzizdir. Bir əlimdə bayrağım, bir əlimdə silahım, dilində yurd nəğməsi, başım üstə Allahım. O mənim qibləgahım, o mənim səcdəgahım. Çox uzaqdan gəlirəm, çox uzağa gedirəm, Qarabağa gedirəm. O dağ mənim dağım, öz dağımda gedirəm. O bağ mənim bağım, öz bağımda gedirəm. Öz yurduma, yuvama, ocağıma gedirəm. Mənə gəl söyləyəm, bir torpağa gedirəm. Qarabağa gedirəm. Və bizim qazimizin övladı Rəhimli Ayşad oyun şeirini deyim mən bana. Vətən mənim bir günüm, sabahki toy düyünüm, haqqımdakı önüm, Azərbaycan gəldə. 282 nömrəli məktəbin şagirdləri Əskərova Lalə, Əvəzli Nazlı. Onlar bizim gimnaz uşaqlarımızdır. Çıxışları da olub onların. İndi öz məharətlərini göstərəcəklər. Always on my mind, always in my heart. I've been waiting for you night after night, like a shadow staying close to the light. Suddenly you stand beside me and I think a million burning stars. Oh, you are always on my mind, always in my heart, and I can hear you calling on a mountain high. Always on my mind, always in my dreams. I wanna hold you close to me, always all the time. I believe I'm addicted to you. In your eyes I see dreams coming true. Finally I have found you, and now I will never let you go. No, you are always on my mind, always in my heart, and I can hear you calling on a mountain high. Always on my mind, always in my dreams. I wanna hold you close to me, always all the time. Always on my mind, always in my heart, and I can hear you calling on a mountain high. Always on my mind, always in my dreams. I wanna hold you close to me, always all the Always on my mind, always in my heart, and I can hear you calling on a mountain high. Always on my mind, always in my dreams. I wanna hold you close to me, always all the time. Always on my mind, always in my heart. Always on my mind, always in my dreams. Always all the time. Çok sağ olun. Çıxış üçün sözü 282 sayılı orta məktəbin və 36 nömrəli musiqi məktəbinin şagirdi Əliyeva Aysilə.
Bizim daha bir istedadlı balamız var. Fərəh 232 nömrəli məktəbin 7-ci sinif şagirdi Məmmədzadə Fərəh. Sevgilim seyrə çıxaq, burada gəlik baharım. Sevgilim seyrə çıxaq, burada gəlik baharım. Dil açır qəlbimizin ən şirin arzuların. Dil açır qəlbimizin ən şirin arzuları. Anadır arzulara hər zaman Qarabağ. Danışar dili dodağım tak aman Qarabağ. Qarabağdan Qarabağa ana yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışar dili dodağım tak aman Qarabağ. Qarabağdan Qarabağa ana yurdum. Qarabağdan Qarabağa ana yurdum. Tarlalarından içər qəhrəman övladıman. Tarlalarından içər qəhrəman övladıman. Əməyi güllər açar, xanları öpün yadıman. Əməyi güllər açar, xanları öpün yadıman. Anadır arzulara hər zaman Qarabağ. Danışar dili dodağım tak aman Qarabağ. Qarabağdan Qarabağa ana yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışar dili dodağım tak aman Qarabağ. Qarabağdan Qarabağa ana yurdum. Qarabağdan Qarabağa ana yurdum. Çox sağ olun. Bizim istedadlı balamız 275 nömrəli orta məktəbin şagirdi Əliyeva İlahə. Siz bayaq onun rəsmləri ilə tanış oldunuz. Çox istedadlı balamız. Mən deyərəm gələcəyin rəssamı. Uğurların davamlı bol olsun. İlahə, mən dəvət edirəm İlahənin valideynlərini ki, bu cür övlad yetişdiriblər olar. Anasını, atasını çıxış üçün babası, nənəsi söz demək istəyirsən, buyursun. Mən çox sağ olma bildirirəm, minnətdaram diqqətinizə görə. İnşallah, indi birinci dəfə idi, inşallah ki, davamlı olar. Çox sağ olun, yenə də deyirəm diqqətinizə görə. Çox sağ olun, təşəkkür edirəm. Diqqətinizə görə. Yaxşı, həyəcanlıdır. İki dəfə davamlı olsun. Mən söz vermək istəyirəm. Azərbaycan Atizm Assosiasiyasının üzvü, Cırtdan bağçasının rəhbəri, uşaq bağçasının rəhbəri Arzu Atakişiyeva, o da sözü var. Buyurun. Mən birinci növbədə Vəfa xanıma təşəkkür edirəm. Füzuli müəlliməm təminləməsə. Bugün əslində başqa nitq hazırlamışdım. Amma başqa bir şey danışmaq istəyirəm. Çünki gördüm, hamısı balaca fidanlarımız çox həyəcanlı idilər. Amma hamısı çox gözəl çıxış elədi. Bir-birindən qəşəng. Afərin onlara. Yenə də tədbirə görə təşəkkür edirəm. Çox sağ olun. Sağ olun, çox sağ olun. Sağ olun. Gəldiyiniz üçün sağ olun.
Mərasimin fəxri qonaqları şair Rəfail Həbiboğlu, Ədalət Partiyasının sədr müavinləri Elman Bağırov, Eldəniz Xəlilov, Füzuli Kərimov və digər natiqlər yeniyetmələrin istedadını yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Alqışlayaq Rəfail müəllimi. Hörmətli mütəllim müəllim, hörmətli qonaqlar, əziz balalar. Ədalət Partiyasının son tədbirlərində, son zamanlarki tədbirlərində elə qismət gətirib ki, mütəmadi iştirak eləmək mənə nəsib olub. Buna görə çox məmnunam, özümü çox xoşbəxt hiss eləyirəm. Doğrudan da mən burada olduğum tədbirlərdə çox rahat idim və bu gün də həmin ovqatdayam. Amma bugün bir sıra daha da özəllikləri var bugünkü tədbirin. Gələcəyimiz olan bu körpə balaların, fidan balaların çıxışların dinlədikcə özüm də çox uzaq illərə qayıtdım. Siz yaşda olduğum vaxtlara qayıtdım, əziz balalarım. Yadıma düşdü ki, biz də şagird olarkən rayon miqyasında, şəhər miqyasında olan tədbirlərə dəvət olunurduq. Deklamasiya, şeir qiraət eləyənlər, yaxşı səsi olan mahnı oxumaq istəyənlər, o zaman belə musiqi alətlərində ifa eləyənlər az idilər, düzdür. Amma əsasən mahnı oxuyurdular. Belə xəyalən çox uzaqlara getdim. Xatirələr çözələndi. Özümü o yaşda, sizin yaşda hiss elədim. Olduqca duyğulandım, təsirləndim. Və eyni zamanda sizlərə ünvanlı sözlər demək ürəyimdən keçdi ki, istedadlar anadan istedad kimi doğulanlar, fitri istedadlar da ola bilər, belə də olur, wunderkindlər. Amma eyni zamanda müəllim, ustad, tərbiyəçi əlinin suyunu içməklə bu gözəl balalarımız kimi bu Qarabağ mahnısını oxudu, ondan əvvəl Azərbaycan mahnısını oxudu. Təbii ki, ustad təlimin görməklə biraz da cilalanır, səs var. Amma ona yol-yolaq göstərən bir müəllim olanda gələcəkdə bir möhtəşəm, mükəmməl bir xanəndə kimi yetişəcəyizə əminliyimi bildirərdim mən inşallah. Hamı elə belə olur da, bu cür olur. Və sinə kamanı, skripka çalan, ifa eləyən o gözəl balalarımız, rəqs eləyənlər, o idman məharətlərini göstərənlər, hamımızdan çox razı qaldım və uğurlar arzulamaq ürəyimdən keçdi. Ona görə də mütəllim müəllim, məni dəvət etdiyinizə görə çox sağ olun ki, bu gözəl balaların, ifaların dinləmək mənə qismət oldu. Sonda isə, çıxışımın sonunda sizə duyğulu bir poetik nümunə demək istəyərdim. Uşaq idim, çağırdılar, iməklədim əllər boyu. Böyüdüm, tərs quzumuzu qaçıb tutdum sellər boyu. Ya yuxuydu, ya gerçəkdi, bir gün o kənd məni çəkdi. Gördüm, anam ağ bir çəkdi, dərd düzülüb tellər boyu. Fikrim oldu pərən-pərən, küstü məndən dağım, dərəm, əl uzatdım bir gül dərəm, tikan gördüm güllər boyu. Ya bu nə görüş, bu nə fürsət, zalım tali vermir rüsxət. Analara həsrət yaşayırıq illər boyu.
analara həsrət yaşayara bilirlər. Arzum analara heç birinizin həsrət qalmamağınız. Diləyimlə sizlərə bol-bol uğurlar. Çox sağ olun. Buyurun Ayşə xanım. Hər birinizi salamlayıram və bura gələn qonaqlarımıza xoş gəldin deyirəm. Bugün xoş bir məramlı səbəbə yığışmışıq. Ən xoş gələn də odur ki, biz müqəddəs bir ocağa yığışmışıq. Yəni digər çal-çağırlı məclisdə məkanlara deyil, müqəddəs bir ocaqda balacalarımızın, belə istedadlı balacalarımızın ifalarını dinləyirik. Mən başda Mütəllim müəllimə təşəkkür edirəm. Partiyamızın lideri Mütəllim müəllimə təşəkkürümü bildirirəm. Bu tədbiri təşkil edən Vəfa xanıma təşəkkürümü bildirirəm. İradə xanıma, aktiv onun xidməti olduğu üçün Füzuli müəllimə, hər birinizə, eləcə də burada iştirak edən, öz istedadlı balalarına dəstək olan valideynlərə təşəkkürümü bildirirəm. Mən balaca fidanların hər birinə uğurlar arzulayıram. Yolları açıq olsun. Hər zaman bunların səsi cürbəcür zirvələrdən gəlsin inşallah. Hər birinizə uğurlar arzulayıram. Amin. Çox sağ olun. Mən hər birinizi salamlayıram. Bütün burada oturan iştirak edən yoldaşların hamısını salam, uşaqların hamısını qucaqlayıb öpürəm. Mən bir anlığa fikirləşdim, deyirdim, nəyə görə əvvəllər bizi müstəqilliyə qədər böyük şəxsiyyətlər yetişib. Nə səbəbə indi o şəxsiyyətlər çox az yetişir. Mən belə qərara gəldim ki, indi Sovetlər devrinin mənfi tərəfi olduğu kimi müsbət tərəfləri də çox idi. Müsbət tərəflərini nədə mən qiymətləndirirəm? Onlar və o dövlət məqsəd yönlü şəkildə birinci sinifdən təntənəli sürətdə oktyabrata keçirdilər. Ondan sonra sinifdə sinif nümayəndəsi, onun köməkçisi təmiz qom dedilər. Ondan sonra komsomol təşkilat katibi, onun büro üzvləri, məktəb komsomol təşkilatı və ümumiyyətcə insan ta müəssisəyə işlədiyi devirlərdə də belə ictimai işlərə cəlb olunurdu. Bu istiqamətdə Sovet hökuməti çox böyük, geniş fəaliyyət göstərirdi. Lakin indiki bu müstəqillik dövründə bu iş İdman və Gənclər Nazirinin üzərinə düşüb, lakin orada çoxlu boşluqlar yaranıb. Ona görə də bu yükü uşaqların formalaşması, sosiallaşması birbaşa valideynlərin üzərinə düşür. Mən də hesab edirəm ki, bu işlərlə partiyalar, vətəndaş cəmiyyətləri məşğul olmalıdırlar. Mən deyərdim ki, bəlkə də ilk bu işlə məşğul olan Ədalət Partiyasıdır. Bu şəraiti yaratdığınıza görə sizə minnətdaram. Bütün valideynlərə minnətdaram ona görə ki, vaxtlarını sərf elədilər, gəldilər bura. Bu sizin uşaqlarınızın gələcəyidir. O yükü siz çəkə bilməzsiniz. O yükü cəmiyyət çəkməlidir. Onların formalaşması, şəxsiyyət kimi formalaşması buradan başlayır. Mən həm birinizə minnətdaram, yenə də sizə təşəkkür edirəm. Əziz balalar, hər bizə bir daha təşəkkür edirik. Əslində, hər bir siyasi partiyanın qapısı insanlar üçün açıq olmalıdır və bu partiya cəmiyyətin partiyasıdır və insanlarsız, vətəndaşsız bir seçim eləyə bilmərik. Amma bugün də çox gözəl bir gün keçirdik həqiqətən və istedadlı balalarımıza dəstək ola bildiksə və bundan sonra da dəstək olacaqsa, bu bizim missiyamızdır, vəzifəmizdir və buna görə özümüzü xoşbəxt hiss edirik. Hər bizə təşəkkür edirəm gəldiyinizə görə, valideynlərə xüsusilə çox sağ olun deyirəm ki, bu istedadlı övladlarımızı dəstəkləmək üçün vaxtlarını ayırıblar. Vəfa xanıma xüsusilə təşəkkür edirəm və bizim Ədalət Partiyası adından burada iştirak edənlərin hər birinə bir təşəkkürnaməmiz var. İcazənizlə onu təqdim edeyim və ilk olaraq təşəkkürnaməmiz hörmətli Vəfa Əliyevayadır. Çox sağ olun. Ədalət Partiyasının təşkilatçılığı ilə keçirilən Ədalətin İnciləri adlı tədbirin təşkilində göstərdiyiniz peşəkar fəaliyyətə və yüksək səviyyəli koordinasiyaya görə sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Sağ olun. Və növbəti çıxışçımız Ayşad Rəhimli. Ayşad Rəhimli. Gəl Ayşad. Gəl quzum. Alqışlayaq. Təşəkkürlər. 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 Buyur. Bu da sizin üçün. Götür. Alqışlayaq. Uşaqlar. Aydan Zeynalzadə. Aydan Zeynalzadə.
Çox sağ ol. Mən növbəti təşəkkürnaməni vermək üçün Elman müəllimi, Ədalət Partiyası sədrinin müavinini dəvət edirəm. Buyurun Elman müəllim. Buradan. Bir. Çox sağ olun. Mən də hər birinizə təşəkkür edirəm. Doğrudan da orta məktəbləri yadıma düşdü. Orta məktəblərində mən də belə bir tədbirlərin həm fəal iştirakçısı olmuşam, həm də təşkilatçı. Deməli, növbəti iştirakçımız Fərəh Məmmədzadə. Təşəkkürnamə ilə təşkil olunur. Növbəti iştirakçımıza təşəkkürnamə Həsən Zeynalzadəyə təşəkkür edirəm. Götür olmaz. Növbəti Rəfail müəllimi dəvət edirik. Təşəkkürnamələri təqdim eləmək üçün. Buyurun Rəfail müəllim. Mən növbəti təşəkkürnaməni İlahə xanıma, gözəl balamız İlahə. İçəri daxil olanda artıq rəsm hazır idi və divar boyu düzülmüşdü. Mən zənn edirdim ki, böyük bir insanın əl işləridir. Amma belə çox kiçik yaşda bir qızımızın bu qədər zəngin fantaziyaya malik olması doğrudan da insanı qürurlandırır ki, Azərbaycanın belə bir istedadlı balası var. Çox bəyəndik, həqiqətən vətənpərvərliklə zəngin, Azərbaycanın müxtəlif hətta nağıllarından tutmuş gələcəyinə ünvanlanan çox gözəl mesajlar var. Təbrik edirik, bir daha uğurlar. Koridora çıxanda bir daha diqqətlə baxacağıq. Sağ ol. Növbəti təltifi Ayşər xanıma, gözəl Ayşər balamıza. Təbrik edirik. Nəyi? Skripka ifa elədi. Skripka. Sinə kamanı. Təbriklər. Gözəl. Buyur, təbriklər və uğurlar. Bayaq dedim sözümü. Sağ ol. Növbəti təltifləri təqdim eləmək üçün Eldəniz bəyi dəvət edirəm. Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri. Buyurun, mərkəzə. Mən də təbrik edirəm. Birbaşa keçək. Hədicə Quliyeva. Allah'ınız bol olsun. Sağ ol. Uğurlan bol olsun. Fidan Zəfərli. Təbrik ederim. Uğurların bol olsun. Uğurların bol olsun. Zəhra Atakişiyeva. Zəhra Atakişiyeva. Gözəl mamalı gibi. Təbrik edirik. Sağ olsun. Sağ olun. Çox sağ olun. Və İradə xanım sizi dəvət edirik. Sonra da Füzuli müəllimi. İradə xanım da. Bizim çox istedadlı İradə xanım, buyurun. Mən çağıracağım Nərmin Tağıyevanı. Nərmin Tağıyeva. Nərmin. Bizə qonaq olanda. İnşallah arzu edirəm ki, sənin belə təşəkkürnamələrin, fəxri fərmanların bol olsun. Həyatın işıqlı olsun, yolun yolu olsun. İndi çağıracağım Şəhla Babayevanı. Əzizimiz Şəhla Babayeva Ədalət Partiyasının təşkilatçılığı ilə keçirilən Ədalətin Gənc İnciləri adlı tədbirdə iştiraka və təqdim etdiyiniz yaradıcılıq nümunəsinə görə sizə təşəkkür edirik. Tədbirin məqsədinə göstərdiyiniz töhfə yüksək qiymətləndirilir. Yaradıcılıq fəaliyyətinizin gələcəkdə də davamlı olacağına inanırıq. Sizə təhsil və inkişaf yolunda uğurlar arzulayırıq. Gözəl də səsi var. Gözəl səs var. Uğurların bol olsun. Bizim Lalə çox xanım istedadlı. Əskərova. Lalə, sənə də uğurlar arzulayıram. İnşallah gələcəkdə böyük mərtəbələrə yüksəldikcə bizi, Ədalət Partiyasını unutmayacaqsınız. Və növbəti İdris Əzizov. İdris Əzizov. İdris bəy. İdris gələcəyin əsgəri. İdris, mən də sənə gələcəkdə ədalətli olmağı, adil olmağı və prinsipial iradəli olmağı arzulayıram, təbrik edirəm.
Deməli, növbəti Nərgiz Kazımova. Nərgiz Gül Kazımova. bağı. Nərgiz baba. Çox sağ ol Nərgiz. Atilla Kazımov. Atilla Kazımov. Bayrağımızı. Təbrik edirik Atilla. Təşəkkürnamə Damla Əsgərli. Buyur Damla. Təbrik edirik. Nazlı Əzizli. Gimnastikimiz. Təbrik edirəm Nazlı. Buyur. Uğurların bol olsun. Şuşanın dağları başı dumanlı, kırmızı koftalı, yaşıl dumanlı. Derdinden ölmeye çoktur gümanlı, derdinden ölmeye çoktur gümanlı. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdinden onu bil. Danışmasan da bari gül. Ay kız bu ne aşk kız, bu ne tel, ölerim derdinden onu bil. Danışmasan da bari gül. Şuşada yaşamır, yanar